Kim nə deyir desin, mənə görə ən ləzzətli dolma elə təzə yarpaqdan bişirilən dolmadır. Biz qara dolma deyirik. Sizin zonavızda necə adlandırılır bu dolma yazın şərhlərdə. Təzə yarpağın qaynatmağa ehtiyac yoxdur. Onun turş məzəliyi dolmaya çıxanda ay Allah necə dadlı olur. Yarpağı elə üstündən isti su gəzdirirəm və salam. İçliyin nələr qatıramsa videonun alt bölümündə qeyd edəcəm. Bu qaydada bükürəm. Həm də təzə yarpaqdan dolma bükəndə qətiyyən su vurmayın. Ümumiyyətlə mən dolmaya su vurmuram. Bunu dəfələrlə demişəm. Necə bu rəngdə görürsüz ha? Eynən bu rəngdə də dolma bişir. Heç nə eləmirsiniz. Dolmanı yığırsınız qazana, üzərini də elə yarpaqla bağlayırsınız və salam vam xodda 45 dəqiqə vam xodda bişirirsiniz. 45 dəqiqədən sonra bütün evi belə turş məzə ləzzətli bir ətir bürüyəcək. Dolmanın ətri. Rənginə baxın. Elə bir heç dolma bişməyibdi. Mütləq bu üsulla sınayın. Susuz bişirin dolmanı. Çox bəyənəcəksiniz.